Hüseynov Bəxtiyar Mirpaşoğlu 1958-ci il martın 1-də Göyçay rayonu 2-ci Ərəbcə Birlik kəndində anadan olmuşam. 2023-cü ilin martında ağır xəstəlik keçirdim. Göyçay Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə aldığım müddətdə şok, mən deyərdim hətta koma vəziyyətində məni Bakı Ağciyər İnstitutuna göndərdilər. Məni orada Nuridə xanım müalicə elədi, Nuridə həkim. Mən müalicə alıb qayıdandan sonra mənim Göyçay rayon Mərkəzi Xəstəxanasının mənim üzərimdə çalışan həkimlərim hətta təəccüblərini belə gizlətmədilər ki, sən ayağa qalxmısan. Məni ayağa qaldıran Nuridə xanım oldu. Mən ona ömrüm boyu minnətdaram. Əgər bu videoya hakim orqanlar baxacaqsa, mən onlardan bir şey xahiş edirəm. Xahiş edirəm, Nuridə xanım kimi mütəxəssisləri qoruyun. Onlar bizim cəmiyyətə, bizlərə lazımdır. Gələcək nəsilə lazımdır. Mən bir daha sizdən xahiş edirəm. Nuridə xanıma dəstək olun. Nuridə xanım bizim kimi insanlara çox lazımdır. O həm bir həkim kimi, həm də gözəl bir insan kimi insani keyfiyyətlərə malikdir. Mən ona ömrüm boyu minnətdaram. Məni həyata, ailəmə qaytardı. Çox sağ olun. Öncədən sizə təşəkkür edirəm. Mən elə güman edirəm ki, mənim xahişimi nəzərə alırsınız. Çox sağ olun.